Azərsüd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Hər vaxtınız xeyir mənim əzizlərim, xoş gördük. Yenə də hər zaman olduğu kimi ARB kanalında saat 3-də Şəfalı Həyat sizinlədir. Bugün də maraqlı mövzular olacaq, amma bugün mövzumuz digər mövzulardan fərqli olaraq yenə də sağlam qidalanma olacaq. Biz hər zaman deyirik ki, insan sağlam qidalanmalıdır, sağlam düşünməlidir, ətrafı da sağlam olmalıdır. Elə bununla bağlı bugün qonaqlarımız var. İstəyirəm birinci növbədə qonaqlarımızı təqdim edim. Bugün studiyamızın qonağı qida təhlükəsizliyi eksperti Seymur müəllim Qafarovdur. Buyurun Seymur müəllim, xoş gəlmişsiniz, gəlin. Xoş gününüz olsun, təşəkkür ederim. Xoş gördük Seymur müəllim, buyurun. Necəsiz? Xoş gördük, necəsiz? Yaxşı, təşəkkür edirəm, bugün studiyamızın qonağısınız və bugün sizinlə sağlam qidalanma nədir? Yəni ki, bunu siz məndən də yaxşı bilərsiniz, bir ekspert kimi sizdən bu barədə müzakirə edəcəyik. Buyurun, əyləşin, xoş gəlmişsiniz. Və istəyirəm növbəti qonağımızı təqdim edim. Dəfələrlə bizim belə də Şəfalı Həyat turlarımızda bizə dəstək olan, bizim verilişimizə bizə dəstək olan, hər zaman sağlam qidalanmanı belə bizə təbliğ edən Azərsüdün marketinq meneceri. Xoş gördük Nərmən xanım, gəlin. Xoş gördük, necəsiz? Salam. Xoş gördük Nərmən xanım, necəsiz? Təşəkkür edirəm. Buyurun, əyləşin. Təşəkkür edirəm, sağ olun. Təşəkkür edirəm və hər zaman özü bir nümunə olan, hətta sağlam həyatı nümayiş edən, çünki gözəl bir formada olan, səsi gözəldir bu bir tərəf, amma özü o qədər gözəl formadadır. Hər dəfə mənim verilişimə gələndə sual verirəm ki, sahib müəllim, siz alın, neçə yaşınız var? Hər dəfə də yaşını deyil, hər dəfə də şoka düşürəm. Sahib müəllim, necəsiniz? Xoş gördük. Sanki qələm çəkib nə ilahi özü bəhbəhbən. Onu sanki qələm çəkib nə ilahi özü bəhbəhbən. Can Allah'ım qəsdə durur, qaşı gözü nazır özü bəhbəhbən. Can Allah'ım qəsdə durur, qaşı gözü nazır, qaşı gözü nazır, qaşı gözü nazır. Güzəllərim güzəlincə, tən oynayar yerdəyicə. Güzəllərim güzəlincə, tən oynayar yerdəyicə. Gözdən çeşmə, dodağım çən, bir mələkdir özü, sözü bəhbəhbən. Gözdən çeşmə, dodağım çən, bir mələkdir özü, sözü bəhbəhbən. Gülüm gel güzel sevgilim.
daş üstə daş bitirəm. Niyə uçdu bu qalacıq bilmirəm. Çətin bir də daş üstə daş bitirəm. Niyə uçdu bu qalacıq bilmirəm. Güllər mənə gün yazmağı unutdum. Gülüm gülüm güllərimi qurutdum. Güllər mənə gün yazmağı unutdum. Gülüm gülüm güllərimi qurutdum. Bu sevgidə kim uduzdu, kim uddu? Peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu? Peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu? Peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu? Peşimanı kim olacaq bilmirəm. Bravo, bravo. Ay çok sağ olun. Çok güzel ifanız, çok güzel musiki. Maşallah özünüz de her zaman olduğu gibi güzel bir formadasınız. Çox sağ olun. Bunun Sevimli Şəfa sirlərini- xanım, görən gözəl gözlərinizdir. Mən Çox sizləri sağ salamlayıram və çox hörmətli ziyalılarımızı, qonaqlarımızı salamlayıram və şəfalı həyatı seyr edən çox sayğıdəyər müsafirlərimizi, tamaşaçılarımızı salamlayıram. Teşekkür ederim Sahip müəllim. Var olasınız. Mən istəyirəm elə birbaşa Seymur müəllimlə başlayım. Bugün studiyamızın qonağı qida təhlükəsizliyi eksperti Seymur müəllim Qafarovdur. Təşəkkür edirəm bu bazar günündə. O dəyərli qızıl vaxtınızı ayırıb bugün bizim tamaşaçılarımıza məhz sağlam qida haqqında bir ekspert kimi gəlmisiniz bizimlə bunu müzakirə etməyə. Təşəkkür təşəkkür edirəm. ederim, Var dəvət olasınız. Bu dəqiqə belə deyək də satışda bir çox məhsullar var və bəzi insanlar bilmir ki, hansı məhsul doğrudan da keyfiyyətlidir. İstər ağartı məhsul, istər şirniyyat məhsulları, hər məhsul. Yəni çeşid həddən artıq çoxdur. Mən özüm də bir mağazaya gedəndə sual altında qalıram ki, mən nəyə istifadə edim və mənə bir dietolog kimi, mən bir dietolog kimi bir ekspertəm, siz isə qida ekspertisiniz. Mənə sual verirlər, hansını istifadə edim? Bax, mən istəyirəm bir qida ekspert kimi bizə bir yol göstərəsiniz. Biz onu necə fərqləndirə bilək? Əvvəlcə təşəkkür edirəm dəvətiniz üçün. Çox Mən də sağ olun. sizləri hər birini salamlayıram, tamaşaçılarımızı da salamlayıram. Dəyərli qonaqlarımızı da salamlayıram. Gününüz uğurlu və xoş olsun hər bir kəsin. Ümumiyyətlə qida məhsulları riskli və aşağı riskli, yəni yuxarı riskli və aşağı riskli qida məhsulları olaraq adətən iki qrupa bölünürlər. Bəli. Süd və süd məhsulları riskli kateqoriyaya düşür Bəli. və bu məhsullar daima istər qida təhlükəsizliyi tələbləri nöqteyi nəzərdən, istər də qida keyfiyyəti nəzərdən, yəni food safety və food quality nəzərdən daima diqqət mərkəzində qalır. Süd məhsullarını və digər məhsulları da alan zaman ilk öncə məhsulla ilkin təmasda məhsulun qablaşım materialının tamlığının pozulub-pozulmadığına baxmaq lazımdır. Əgər deyək ki, qablaşdırılmış bir kərə yağıdırsa və ya şordursa və yaxud kəsmişdirsə, onun vakuum paketdirsə, qablaşması dərinibsə, içərisində anaerob mühit, yəni oksigensiz mühit, oksigenli ilə əvəz olur və orada artıq bir qaralma baş verir. Qətiyyən belə məhsul alınmır, yerində onu satan topdan və ya pərakəndə satış müəssisəsi, daha çox marketlər, supermarketlər rəsmisinə məlumat verilir və bu məhsuldan imtina olunur. İkinci atılacaq addım məhsulun üzərindəki 523 saylı qida təhlükəsi haqqında qanunun 17.2 maddəsi tələbincə, eyni zamanda 94 saylı salamlıq haqqında qanunun tələbincə məhsulun etiket qaydasına nəzər yetirmək lazımdır. Bəli. Əgər üstündə istehsal tarixi, son istifadə tarixi, istehsalçının faktiki ünvanı, adı yoxdursa, demək ki, məhsulun mənşəyi məlum deyil. Demək, birinci Şübhəli növbədə məhsul. tarixə diqqət etməliyik. Qablaşma tamlığına, Bəli. ikinci nömrə Qablaşdırma etiket tam məlumatı. olmalıdır, tarixə baxmalıyıq və harda istehsal olunub, yoxsa? Eyni zamanda daha detallı desək, orada məhsulun tərkib hissəsi bilinməlidir, allergen olan məhsullar orada bilinməlidir. Bildiyiniz kimi süd 2014-cü ildən qəbul olunmuş 16 adlı allergen məhsul siyahısındadır. Və orada məhsulun 100 qramlıq qida və enerji dəyəri olur. Bizdə hələ ki, ölkəmizdə tamamilə bu istehlakçılardan asılıdır, bir o qədər inkişaf eləməyib. Amma ölkə xariclərində mənim də gördüyüm təcrübəyə əsasən insanlar gündəlik qəbul edəcək qidaların kalori və enerji dəyərlərini bilirlər və qida məhsullarını ona uyğun qəbul edirlər. Deyək ki, bugün 1000 kalorilik qida qəbul etməlisə, məhsullardakı kalorilər toplanır, yalnız o qədər məhsul istehlak edir. Hələ ki, bizdə məhsullar bugünkü gündə daha çox kənd təsərrüfatı tərkibli, yəni kənd təsərrüfatı istehsal olunan hansı ki, təmin edirlər, deyək ki, bankalarda olan mürəbbələrdir, emal olmuş turşulardır və yumurtalar və digər
digər kənd təsərrüfatı məhsulları, bir də emal məhsulları, hansı ki, marketlərdə satılır. Marketdəki emal məhsullarında bəzisi yerli emal istehsaldır, bəzisi də ölkə xaricinə ixal olunur. Yəni ona görə bu qədər çoxlu məhsul çeşidini idarə etmək həm satıcıya, həm alıcıya çətin olur. Bəli. Yəni alıcı nə aldığını bilə bilmir, satıcı isə həddindən artıq çoxlu məhsul çeşidi təmin edilmiş olur. Ona görə alıcı məhsul alan zaman mütləq onun qida və enerji dəyərinə də baxsın, faydalılığını yoxlasın. İmkan olduqca tərkibində qatqı maddələri az olan məhsullara üstünlük versin. Mən demirəm qatqı maddələri mütləq şəkildə zərərlidir. Xeyr, sadəcə olan hər birinin funksiyası vardır. Bəzisi rəngləndirimizə funksiyasını yerinə yetirir, bəzisi stabilizə edir ki, məhsul daha uzun müddət rəf ömrü artsın deyə. Ya bunlar hamısı xanım həmkarım daha yaxşı ifadə edəcək, biraz marketinq məsələlərini düşür. Amma ona görə məhsulların uzun müddət saxlaya bilmək üçün əlavə qatqılar əlavə olunur. Qida təhlükəsi nöqteyi nəzərdən hər hansısa istehsal olunmuş məhsulun mənşəyi məlumdursa və müəyyən müşahidə edici şəhadətləməli malikdə artıq istehlak oluna bilər və bu qusma, ishal, diareya, zəhərləmə kimi ağır fəsadlara yol açmaz. Amma yenə də əgər həmin qablaşdırmada olan məhsul paketlənib, soyuducu mühitdə uyğun şəkildə saxlanmayıbsa, bu demək deyil ki, onun üzərindəki müddəti olur, o yenə də sağlamdır. Yəni, sağlam məhsul uyğun şəkildə saxlanmalı və istehlakçı tərəfindən də evinə apardıqdan sonra da proses bitmir. O da öz soyuducunu düzgün saxlamalıdır. Örneğin pasterize olunmuş süt bildiyim qədər açılıqdan 3 gün sonra artıq turşuyur. Demək ki, 3 gün ərzində açdıqdan sonra istehlakçı ya yeməlidir, ya qalığını tullanmalıdır. Yəni o demək deyil ki, o keyfiyyətsizdir. Sadəcə onu düzgün saxlamayıblar ya da açıblar, məsələn, isti mühitdə, otaq temperaturunda qala bilər. Tamamilə doğrudur. O demək deyil ki, o zərərlidir. Amma bəzi məhsulların üzərində o etiketlər o qədər xırda olur. Adi insan marketə getdikdə o onu necə oxuyacaq, necə onu araşdırır? Ona görə mən istəyərdim bir siz onun barədə bir sirləri deyəsiniz, necə onu tez araşdıraq, yaxşıdır. Azərbaycan dili haqqında qanunvericinin tələbi ilə ölkəmizə kənar ölkədən gələn məhsullar mütləq şəkildə Azərbaycan tərcümə olmalıdır. Artıq uzun müddətdə bununla bağlı bütün müvafiq qurumlar, istər Qida Təhlükəsi Agentliyi, istər İqtisadiyyat Nazirinin müvafiq qurumları həddən artıq aktivdirlər. Bəli, diqqətlə bunu yoxlayırlar. Əlbəttə ki, bu təqdirə layiqdir. Və bunun üzərində də vurulan məlumatlar məhsulun özünün ana məlumatların, yəni ingiliscə və ya digər dillərdə yazılsa da, oradakı bəzi məlumatlara tam olaraq bağlamamalıdır. Bəli. Ən azı o müqayisə eləməlidir. Bəlkə tərcümə eləyən səhv eləyib, bəlkə öz marağına uyğun eləyib, bəlkə nəsə düzgün. Ona görə o məlumatları bağlamamaq üçün bunu kiçik ölçüdə çap eləməlidir ki, həm o bağlanmasın, həm də bu oxusun. Bəli, bu bəzən təqribən elə 30 yaşdan yuxarı insanlarda belə artıq görünür ki, zəif ilə oxuya bilmir. Bəli, bu düzgün deyil. Amma görünür ki, elə bununla bağlı eynəkdən və ya böyücü vasitələrdən istifadə edərək yerində oxumaq lazım gəlir. Və ya ola bilər ki, həmin məhsulun orijinal ixal sağlamlıq aktın yerində tələb eləmirlər, təmin edərək onunla tanış olmaq olar. Çünki bununla bağlı artıq illərdir bütün market şəbəkələrinə rəsmi olaraq göstərişlər və məktublar yayımlanıb, bildirilib, verilib. Yəni, qablaşmanın üzərində Azərbaycan tərcümə olmalıdır. Siz necə düşünürsünüz, Nərmən xanım? Təşəkkür edirəm, bugün qonağımızsınız. Çox sağ olun, minnətdaram dəvət elədiyiniz üçün. Həm qonaqlarımızı da salamlayıram, bizi izləyənləri də salamlayıram. Yaxşı bir məsələyə toxundunuz ki, bu qida tərəfində, sağlamlıq tərəfində insanlar tam olaraq nəyi seçəcəyini hal-hazırda çox bilmirlər. Niyə görə? Çünki marketlərə girəndə minlərlə çeşidlə qarşılaşırıq. Mən özüm də bir istehlakçı olaraq başqa məhsullarda tutam, süd məhsullarını bilirəmsə, amma digər bir məhsullarda mən də həyəcan keçirdirəm, axtarıram, üzərini oxuyuram və s. Amma ümumi bizdə böyük bir holding olduğuna görə müəllim vurğuladığı kimi Seymur müəllim, bəli, o qaydalara hamısına riayət olunmalıdır. Bunun hamısı bizdə, məsələn, bizim şirkət olaraq keyfiyyətə nəzarət şöbəmiz var. Hər bir məhsulun qablaşdırılmasından tutmuş, məhsulun içərisinin tərkibinə qədər, xam mallara qədər keyfiyyətə nəzarət laboratoriyalarından keçir ki, o keyfiyyətə nəzarət laboratoriyalarında onun üzərində yazılan yazılar yoxlanılır, onun tərkibinin bütün analizləri keçirilir. Biz rəsmi şirkət olaraq bütün məhsullarımızın hamısının hər həftəlik bütün istehsal olunan hər partiya məhsullarımız aktadan analizlər edilir. Bütün akta sertifikatları satış şöbələrinə dağıtılır və istənilən müştəri bizim sertifikatımızı əldə edə bilir. Biz hamısını onların yollayırıq. Eyni zamanda bizim ISO sertifikatlarımız var. Eyni zamanda
zamanda keyfiyyət sertifikatları bizim məhsullarımızın hər birinə təqdim olunur. Ona görə də biz ilkin öncə bizim məhsullarımızın keyfiyyəti, yəni biz göz öndə tuturuq. Ondan sonra artıq digər kriterlərə nəzər edirik. Biz yerli məhsul olduğumuza görə əlbəttə ki, bizim bütün məhsulların üzərində Azərbaycan dilində qeydlər aparılır. Lakin Azərbaycanda yaşayan digər xalqların nümayəndələri və yaxud da ki, Azərbaycan dilini bilməyən rus dili və s. insanlar üçün məhsullarımızın üzərində eyni zamanda rus dilində və ingilis dilində də məlumatlar yerləşdiririk. Nə gözəl. Bəli, amma digər məhsullar var ki, hansı ki, məsələn, süd məhsulları deyil, şirkətimizin digər bir məhsullarını deyə bilərəm ki, ümumiyyətlə biz də əgər xaricdən hansısa bir məhsul tədarik ediriksə və onu yerli bazara veririksə, məhsul ya qablaşdırmanın üzərində Azərbaycan dili qeydiyyatı aparılır, onun istehsal tonnajından asılı olaraq və yaxud da ki, əgər tonnaj çox böyük deyilsə, biz də həmin stikerlərdən, hətta bazara yox, depoya daxil olmamışdan həmin məhsulların üzəri stikerlənir ki, Azərbaycanda vitrinə çıxmamış bütün məhsulların üzərində Azərbaycan dilində məlumat yerləşdirilsin. Oy, təşəkkür edirəm Nərmin xanım. O qədər ətraflı izahlı doğrudan da mən bax elə ona görə bugün qonaqlarımız məsələn Seymur müəllim ilk dəfədir, Nərmin xanım ilk dəfə düzdür bizim Şəfalı Həyat turlarımızda mütəmadi bizi ilə siz onda vurğulamaq istəyirəm ki, bizim Şəfalı Həyat qadın klubumuz da var. Biz mütəmadi rayonlara səfərlər edirik və insanlara sağlam həyatı təbliğ edirik. Elə orada da Nərmin xanım hər zaman bizi iləndir. Təşəkkür edirəm. İndi istəyərdim bir Sahib müəllimədir. Çünki Sahib müəllim bax gözəl formadadır. Bundan öncə hətta sizə nəsə təklif olundu. Siz dediniz, yox, mən su içəcəm, hətta çayı belə içmədiniz. Yəni, mən hər zaman deyirəm, bir insan forma, maşallah, burada hamı formadadır. Elə istəyər Sahib müəllim, istəyər Seymur müəllim, istəyər Nərminə xanım, indi mən də təbii ki, dietoloqam. Maşallah, hamı formadadır və sizin formada qalmaq sirlərinizi, təbii ki, bu idman da ola bilər, hansı qidalardan istifadə edirsinizmi bizim bu dediyimiz qidalar, nəyə riayət edirsiniz? Məsələn, qida yeyərkən nəyə öndə tutursunuz? Yəni, birinci siz üçün nə vacibdir? Təbii ki, belə bir deyim var ki, sağlam bədəndə sağlam ruh olar. Sağlam yaşamaq üçün sağlam qidalanmaq lazımdır və sağlam düşünmək lazımdır. Təbii ki, bu belədir, sevimli Şəfa xanım. Mən də təbiiliyə, təbii qidalara üstünlük verirəm. Təbii ki, insanlar bu zərərli vərdişlər də təbii ki, insan orqanizminə, yəni çox pis fəsadlar verir. Ona görə məndə zərərli vərdişlər olmadığına görə... Ay, maşallah. Bəli, yuxuma diqqət edirəm. Neçədə yatırsınız, Sahib müəllim? Çalışdığım qədər, əgər işim yoxsa, 12-yə qədər istəyirəm ki, 12-ni keçməmək şərtilə. Yəni, məclislər olanda gec yatırsınız, amma olmayanda... İstisnalar var. Bəs olmayanda... Dedim axı, 12-yə kimi, 12 uzağı çalışıram ki, 12-yə kimi yatım. Belə, bir də təbii qidalara üstünlük verirəm. Bolluca su içirəm, sağlam qidalara mən üstünlük verirəm. Mən onda... Bir də sağlam düşünürəm, çalışıram ki, huzurlu olum, belə. Təşəkkür edirəm, çox gözəl izah edir. Amma sizin sirlərinizi mən birazdan özüm... biraz da sizdən vurğulayacaq ki, sizin sirləriniz nədir? Təəssüflər olsun ki, Seymur müəllimin vaxt məhdudiyyətliyi var və Seymur müəllim, sizə təşəkkür edirəm. Bugün dəyərli vaxtınızı bizi ilə keçirdiniz, faydalı məsləhətlərinizi Şəfalı Həyatda paylaşdınız. İnşallah növbəti verilişlərdə daha ətraflı, daha çox zaman ayıraraq bizimlə bərabər olasınız. Təşəkkür edirəm, dəvətiniz üçün mütləq növbəti verilişlərdə iştirak edəcəm. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm. Mənim əzizlərim, sual-cavab rubrikamız davam edir və bugün verilişimizin qalibləri artıq məlumdular. Və çox maraqlı bir məqamı da vurğulayacağım ki, bugün udanlar hamısı kimdir sizcə? Bəylər. Mən fikirləşməzdim ki, Şəfalı Həyatı xanımlardan çox bəylər bu qədər diqqətlə izləyir. Hər biri də gözəl bir formadadır. İndi istəyirəm birinci qonağımızı təqdim edim. Hansı ki, sualımıza düzgün cavab verir. Buyurun. Gəlin. Xoş gördük. Xoş gördük. Necəsiz? Yaxşı, İstəyərdim sualımızı bir daha vurğulayasınız. hansı ağartı məhsul vitamin bombası sayılır, kəsim ikincisi. Hədiyələr təqdim olunur. İstəyirəm bunu göstərək. Çünki bəzi insanlar fikirləşir ki, sual-cavab rubrikasıdır, hədiyələr təqdim olunur. Bəli, mənim əzizlərim, hədiyələri də götürmək üçün birbaşa bizim studiyamıza gəlirsiniz və hədiyələrinizi alırsınız. Mən istəyirəm göstərək burada nələrdir. Baxın, pendir çeşidləri, feta pendiri, bəh. Gəlin, siz də mənə kömək edin. Zəhmət olmasa, qaymaq, xama,
nuş olsun, gözəl evinizdə, gözəl süfrənizi açarsınız. Elə şəfalı həyata baxa-baxa, bəh-bəh-bəh, sevdiyimiz dil pendiri. Görün, nə qədər hədiyyə almışsınız, nuş olsun. İndi isə növbəti qalibimizi təqdim etmək istəyirəm. Buyurun, xoş gördük. İcazəvizlə, buyurun. Adınız? Elvin, Elvin bəy, hansı sualımıza cavab verdiniz? çayın tərkibində hansı maddə metabolizmi daha da sürətləndirir? Hansı maddə? Kafein. Halaldır. Görürsünüz kişilərimiz necə, bəylərimiz necə aktivdilər və Elvin bəyə gözəl bir çay təqdim olunur. Odur ki, gözəl çaylarımızı dəmləyin, pürrəngi çay, bəh-bəh ilə için tam orqanik. Hər ikimiz də ümid edirəm ki, verişimizə sevə-sevə izləyirsiniz və mənim üçün çox xoş oldu ki, mənim əzizlərim, bugün bizim studiyamızda 2 qalib məhz bəylərdir. Odur ki, xanımlar, siz də aktiv olun, şəfalı həyatı izləyin. Siz də bizim sual-cavab rubrikamızın qalibləri olun. Sual-cavab rubrikamız davam edir. İndi isə keçirik birinci suala. Hansı ağartı məhsullar daha çox zülalla zəngindir? İndi isə keçirik ikinci suala. Glutensiz şirniyyatların tərkibində hansı un yoxdur? İndi isə keçirik üçüncü sualımıza. Gündə neçə dəfə bitki çayı içmək məsləhətdir? Və sonuncu sualımız, hansı qidalar dırnaqların uzanmasına səbəb olur? Mənim əzizlərim, siz də bizim suallarımıza düzgün cavab verin. Birinci və düzgün cavab verən Instagram səhifəmə yazır və bizdən hədiyyələr, yəni sponsorlarımızdan hədiyyələr qazanır. Azər Süd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Azər Süd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyat davam edir. Verilişimizin baş sponsoru Azər Südə təşəkkür etmək istəyirəm. Mənim əzizlərim, siz də sağlıqlı, faydalı, orqanik, keyfiyyətli qidalanmaq istəyirsinizsə, o zaman siz də Azər Südün məhsullarından istifadə edə bilərsiniz. Nəzərinizə çatdırım ki, kimdə ki laktoz həssaslığı var, laktozsuz süddən istifadə edə bilərsiniz. Eyni zamanda salatlar və digər yeməkləri istifadə etmək istəyirsinizsə, xamadan istifadə edə bilərsiniz. Eyni zamanda dil pendiri, pendirlərin müxtəlif çeşidləri var. Peta pendiri, dil pendiri, çanaq pendiri, ondan sonra motal pendiri. Odur ki, mənim əzizlərim, siz də faydalı, dadlı qidalanmaq istəyirsinizsə, Azər Südün məhsullarından istifadə edə bilərsiniz. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Lənkəran çayına təşəkkür etmək istəyirəm. Mənim əzizlərim, əgər süfrənizdə, mətbəxinizdə təbii, rəngsiz, qatqısız, orqanik çay istəyirsinizsə, elə siz də Lənkəran çayından istifadə edə bilərsiniz. Mən ən çox sevdiyim elə Lənkəran çaylardır. Özüm üçün onu kəşf etdim. Çeşidləri o qədərdir ki, Şeyx çayı, Araz çayı, Xan çayı, Kölül çayı, Nur çayı, eyni zamanda gözəl belə kolleksiyalar, Xatun çayı, Qarabağ çayı, Turan çayı, yəni hətta hədiyyə belə seçim etmək istəyirsinizsə, elə siz də Lənkəran çaylarından istifadə edə bilərsiniz. Odur ki, nuş olsun, süfrənizdə hər zaman Lənkəran çayı olsun. Verilişimizin baş sponsoru Diablo'ya təşəkkür edirəm. Mənim əzizlərim, kimlər ki, gözəl formada olmaq istəyirlər, kimlər ki, şəkərli diabetdən, insulin dirənciliyindən əziyyət çəkirlər və hətta idman edirlər və fikirləşir, şirniyyat nə yeyim, rahatlıqla Diablo'nun bütün çeşidlərindən istifadə edə bilərsiniz. Nəzərinizə çatdırım ki, sugar free, qəti şəkildə şəkər yoxdur. Şəkər əvəz edicisi eritrol steviyadır. Hətta glutensiz şirniyyatlar da var, hansılar ki, gluten həssaslığından əziyyət çəkən insanlar da rahatlıqla istifadə edə bilər. Əgər siz də şokolada yox deyə bilmirsinizsə, o zaman Diablo'nun şəkərsiz şokoladlarından, qara şokoladdan rahatlıqla istifadə edə bilərsiniz. Gözəl formada qalmaq istəyirsinizsə, Diablo'dan yararlana bilərsiniz. Əziz xanımlar, gözəl formada olmaq istəyirsinizsə, baxımlı görünmək istəyirsinizsə, birbaşa siz də Evita Gözəllik Mərkəzinə müraciət edə bilərsiniz. Orada rahatlıq, gözəllik, komfort və eyni zamanda gözəl ustalar
ustalara müraciət edə bilərsiniz. İstər dırnaqlarınız, istər meykapınız, istər saç düzümünüz, istər spa, idman, türk hamamı, hər bir qulluq sizin qarşınızdadır. Odur ki, mənim əzizlərim, siz də birbaşa Evita Gözəllik Mərkəzinə müraciət edin, özünüzə gözəl rahatlıq elə orada da tapın. Həm də gözəl formada qalın. Əziz xanımlar, gözəl dərini əldə etmək istəyirsinizsə, qırışlardan tez bir zamanda azad olmaq istəyirsinizsə, siz də Bialine Jatonun hansı ki tam qatqısız, parabensiz, kimyəvi vasitələrsiz, təbii, orqanik kremlərdən istifadə edə bilərsiniz. Mən isə sizə məsləhət görürəm, Bialine Jatonun lifting effekti verən kremindən mütəmadi istifadə edə bilərsiniz. İstəyirəm növbəti qonağımızı təqdim edim. Çünki bütün xanımlara baxım lazımdır. Yeri gəlmişkən elə buradan Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Hər zaman saçımı, meykapımı, istər Gülnar xanım, istər Sayalı xanım, istər digər xanımlar, üzümü meykapıma görə hər zaman Şəhla xanım var olasın. Evita Gözəllik Mərkəzinin saç ustası deyim, saç mütəxəssisi Gülnar xanım İbrahimova bugün studiyamızın qonağıdır. Buyurun Gülnar xanım, necəsiniz? Çox sağ olun. Onu da deyim ki, bugün nəzərinizə çatdırım ki, elə bugün saçımı da Gülnar xanım özü gözəl əllərinlə belə gözəl edib. Xoş gördük Gülnar xanım, necəsiniz? Xoş oldu sizi görmək. Təşəkkür edirəm. Mən istəyirəm əyləşək və ondan sonra keçək ki, o xanımlara saçla bağlı maraqlı sirləri elə Gülnar xanım bugün Şəfalı Həyatda açıqlama edəcək. Amma hər zaman bilirsiniz ki, Şəfalı Həyat bizdə ya mətbəxdən başlayırıq, ya mətbəxdə bitiririk, ya mətbəxdə oluruq. Çünki burada bir diyetolog varsa, deməli sağlam qidalanma var. Elə istəyirəm, bu dəfə isə tək olmaq istəmirəm. İstəyirəm elə Nərminə xanımla bərabər keçək mətbəxə. Və bugün biz burada nə edəcəyik? Təbii ki, sağlam qidalanma hardan başlayır? Birinci növbədə mətbəxdən başlayır və bugün biz belə bir sadə, tez hazırlanan, əlimizin altında olan, mətbəximizdə olan, elə bizim mətbəximizdə olan məhsullardan bir yemək hazırlayacaq. Belə də desert deyək ona, belə də qablar dəyişəndə olacaq desert. Yəni, bunu bir səhər yeməyi kimi də eləyə bilərsiniz bu qabda. Bunu bir desert kimi də eləyə bilərsiniz bu qablarda. Deməli, burada nədir bizdə? Nərmə xanım, siz də mənə kömək edəcəksiniz. Elə başlayaq bizim süddən. Əgər mətbəxdə isə deməli faydalı məsləhətlərim sizinlədir. Dediyim kimi istəyirsiniz bu yeməyi bir səhər yemək kimi belə bir qabda edə bilərsiniz. İstəyirsiniz bunu desert kimi o şirniyyat sevənlər üçün belə deyək də super bir desert olacaq. Elə istəyirəm laktozsuz süddən başlayım. Nərminə xanım, elə istəyirəm mən hazırlayarkən siz də bax belə hal-hazır baxın laktozsuz süd. Kimdə ki laktoz həssaslığı var, çox rahatla bunu istifadə edə bilər. Mən istəyirəm 2 dənə edim ki, qonaqlarımız da datsın. Və südü edirik. Südün üzərinə kəsmik də əlavə edirik icazəvizlə. Düzdür mü Nərmin xanım? Elə bu südün üzərinə, laktozsuz südün üzərinə 2 xörək qaşığı kəsmik əlavə edirik. Yəni, çox da əlavə edə bilərsiniz. İndi dada baxır. Adam var, çox sevir kəsməyi, çox əlavə edir. Nəzərə çatdırım ki, kəsmək bundan öncə də dediyimiz kimi bir vitamin bombasıdır. Çünki tərkibində həddən artıq kalsi var, minerallar, mikroelementlər və keçid dövründə uşaqlar daha çox kəsməkdən istifadə edə bilərlər. Hətta pəhriz dövründə də, biraz buraları qarışdırdım, kəsməkdən siz də istifadə edə bilərsiniz. Və bunun üzərinə, deməli, bu dediyimiz kimi laktozsuz süd. İndi istəyirəm Nərminə xanım biraz laktozsuz süd nədir, ona haqda ətraflı danışsın. Mən də ona kimi siz üçün bir deserti hazırlayayım. Dediyim ki, laktozsuz süd kəsmik, chia toxumu əlavə edirik və bu şişir, bir yarım saat qalır şişir. Bəli, laktozasız süd, bəzi insanlar sual verirlər ki, nədir, təbiidirmi, laktozasız ümumiyyətlə nə deməkdir? Biz bunu istehlakçılarımız arasında çox rast oluruq. Bizə birbaşa da ünvanlayırlar. Bildirmək istəyərdim ki, laktozasız süd həqiqətən də normal, təbii, fermamızdan istehsal olunan süddür. Sadəcə olaraq digər süddən fərqi nədir? Bəzi insanlarda süd içərkən laktoza həzmsizliyi baş verir ki, insanların mədə bağırsağı
bu siz daha yaxşı bilərsiniz. Sadəcə Laktoz həssaslığı. həssaslığı Bəli. olur ki, biz onu aradan qaldırmaq üçün ki, hər bir müştərimiz, istehlakçımız südü rahat-rahat içə bilsin, o südün normal təbii inək südünün içərisinə təbii enzim əlavə olunur. O təbii enzim əlavə olunduqda südün Laktozsuz tərkibi, olduqda. bəli, süd şəkəri orada parçalanır. Ona görə də həmin kim ki o köp yaranır, həzm edilə bilmir, həmin insanlar bu südü rahatlıqla içə bilirlər. Biraz orada şəkər parçalandığına görə şirimsi bir dad gələ bilər. Bu da təbii haldır. İnsanlar bunu da soruşurlar ki, niyə laktozsuz süddə şəkər qatılır? Xeyr, əlbəttə ki, südün tərkibində olan şəkər parçalandığı üçün elə bir şirimsi dad verir. Hətta uşaqlarımıza bunu içirmək daha rahatdır. Həm köpmürlər, həm də daha dadı çox bəyənilir uşaqlar tərəfindən və tam olaraq təbii inək südüdür. Odur ki, siz də laktozsuz südlə bugünkü belə bir gözəl desertimizi edə bilərsiniz. Bir Nərmən xanım, siz də mənə kömək edin. Mən tərkibimdə süd, chia toxumu, xurma, alma. Bunu edirsiniz, axşamdan soyuducuya qoyursunuz. Səhər durursunuz ki, artıq puding olub, dadlıdır. Şirniyyat tələbətlərimizi aradan götürür, sizi tox tutur. Qəşəng çay dəmləyirsiniz, gözəl bir çay dəmləyirsiniz və belə bir çaydan. Gözəl çay dəmləyərək elə bu pudingi yeyirsiniz və gözəl bir formada qalırsınız. Necə düşünürsünüz Nərmən xanım? Əladır. Odur ki, mənim əzizlərim hər zaman sağlam qidalanın, təbii. Dad təbii ki, öz fermamızdan. İnsan əgər sağlam qidalanırsa, insan özünə də bir qulluq etməlidir. Qadın nədir? Qadın hər zaman baxımlı olmalıdır. Mən hər zaman deyirəm, çirkin xanım yoxdur. Sadəcə baxımsız xanımlar var. Elə istəyirəm bu baxımla bağlı, bugün studiyamızın qonağı Gülnar xanımı, bəylər də. Məsələn, Sahib müəllim çox gözəl baxımlıdır, formadadır, saçları da çox, belə deyək də, çox baxımlıdır. Mən səhərdən siz, hətta ifalarınıza baxırdım, saçınız o qədər səliqəli. Heç bəzi xanımlar o qədər səliqəli olmur doğrudan. Elə istəyirdim Gülnar xanım sizlə bir mütəxəssis kimi belə müzakirə eləyək. Saç baxımı necə etməliyik? Saçlarımıza necə qulluq etməliyik? İlk öncə hər birinizi salamlayıram. Xoş gördüm və şadam ki, məhz Şəfa xanım sizin verilişinizə dəvət almışam. Çünki şəfalı həyat elə birbaşa bizim saçla bağlı, dırnaqlarla da bağlı sağlam qidalanmaq birbaşa bağlıdır. Bəli. Çünki sağlam olduğu və sağlam qidalanmaq, qidalananda, doğru qidalananda bunlar öz təsirini saçlarda da və dırnaqlarda da göstərir. Bəli. Bir mütəxəssis kimi sizin yanınıza bir xanım gəlir. Siz onun saçına baxanda artıq belə deyim, mən gələndə mənim yanıma bir xəstə, pasiyentdə, belə xəstə deyim, bir müraciət edəndə, mən baxanda artıq qapıdan girəndə mən onun diaqnozunu qoyuram. Siz də saça baxanda bir mütəxəssis kimi o zaman necə bir diaqnostika edirsiniz? Bəli. Nələrə baxırsınız, nə diqqətli? Xanım əyləşəndə artıq saça baxaraqdan biz bilirik ki, proses nədir, nə olub, hansı proseslərdən keçib, kimyəvi proseslər olur, bilirsiniz, rənglə bağlı. İstəklərinə qulaq asırıq, bəli, dinləyirik, amma öz məsləhətimiz də veririk. Saçlar kimyəvi proseslərdən sonra çox zədələnir və quruyur. Onun üçün bəzən xanımlarımız 2 sm kəsim etməklə zaten formanı vermək olur, amma bəzən artıq götürmək, yəni bunu biz deməliyik. Çünki biz bunu belə məsləhət görürük və baxmayaraq ki, onları formanı yaratdıqdan sonra yəni qulaq asarlarsa bizə təbii mən məsləhətlə biz onlara botoks, kollagen, bixplastiya baxımlarını edirik və bilirik ki, bunlar zaten aydan aya saçları uzanacaq. Hətta onu vurğulamaq istəyirəm ki, hal-hazırda ekranda istəyirəm Gülnar xanımın əl işini də görək. Çünki bir xanımı götürdü və onu çox gözəl bir saçını qulluq etdi və forma verdi. Elə ekranda da görünür Gülnar xanımın əl işləri, necə baxımlar, qulluq, kəsim. Bunlar çox önəmlidir və bir sualım var. Bəzi insanlar saç kəsməkdən qorxurlar. Deyirlər ki, ay saçımı kəsməyim. Bir mütəxəssis kimi ayda, neçə aydan bir saç kəsilməlidir və hansı üsulla kəsilməlidir? Bəli, saç kəsimi əslində texnikadan olmalıdır. Hər bir baş quruluşuna görə saç ayrılıb və kəsilməlidir. Çünki bilirsiniz ki, müxtəlif, yəni bu önəmlidir. Bəli, önəmlidir. Üstəlik, saç kəsimində formanın dəyişməkdə, yəni üz quruluşuna görə dəyişim etməliyik. Xanımlar müraciət edəndə bəzən istədiklərinə görə deyil, artıq məsləhət etdiyimizə görə kəsirik, formanı dəyişirik.
və beləcə Neçə sonunda aydan bir? Neçə aydan bir, bəli, 3 aydan bir daha uyğundur. Çünki bəzi xanımlar saçın uzanmasını istəyirlər. Bizdə santimetrlərlə kəsdiyimizə görə 3 aya 3 santimetr söz yox. Bəzi istisnalar var ki, daha çox uzanırlar. Onun 1 santimetr yarımını kəsiriksə, yerdə qalan artıq 1 santimetr yarım qalır və 3 aydan bir daha uyğundur. Qorxmasınlar. Yox. Saç kəsimi lazımdır Bəli, mütləq. Siz necə qulluq edirsiniz Baxılmadı. saçlarınıza? Biz xanımlar burada botoks edirik, keratin edirik, kəsirik, maska edirik. Bəs siz bəylər necə qulluq edirsiniz? Mən təmizkarlığı və sağlam qidalanmaya təbii ki, üstünlük verirəm. Ay, İnsan maşallah. giyenik də təmiz Əsl mənim olmalıdır. adamısınız. Bəli. Həm də bu mənə bu saçın gözəlliyi də genetikdir. Bizdə genetikdir. Sizə deyirsən cavan genlərdə. Bizim mənim ana Genlərdə. tərəfimdə də, ata tərəfimdə də gec qocalma var. Genetik bizdə bu daha doğrusu bu gec qocalma, saç gözəlliyi genetikdir bizdə. Da bu genetikanı neyniyək? Əziz xanımlar, əziz Həm də sevimli Şəfa xanım, həm də mən özümə qulluq eləməyi bacarıram. Bəli. Yenə deyirəm ki, sağlam qidalanma, sevgi dolu yaşama, huzurlu yaşama və təbii ki, saçı da qorumaq lazım. O gün şüaları altında, məsələn, o günün altında herhalde çox hörmətli bizim mütəxəssis də söyləyər kimi, yayda mən kepka qoyuram saçımın yanmaması üçün, yəni özümü qoruyuram yəni. Afərin, afərin. Amma yenə də burada genetika çox önəmlidir. Sağlam qidalanma bu ən önəmli. Çünki baxdınız ki, Sahib müəllim dəfələrlə vurğuladı ki, sağlam qidalanma. Sağlam qidalanma odur ki, belə deyək də, qeyri-sağlam qidalardan istifadə etmir, fast foodlardan istifadə etmir, yuxusuna diqqət edir, suyuna diqqət edir, hətta burada masada su istədir. Yəni bu çox önəmlidir və ona görə bəzi insanlar düşünürlər ki, mən havadan kökəlirəm. Mən havadan, mən elə bir şeyə inanmıram. Və 7-nin yarısından sonra yemək olmur. Yemirsiniz. Axşam da 7-nin yarısından ancaq bir kasa qatıq ola bilər. Eşitdiniz? Mənim əzlərimi eşitdiniz. Yəni bu necə var, o şəkildə də danışır və mən hesab edirəm ki, bəzi insanlar, kimlər ki doğrudan da istəyirlər gözəl formada olmaq. Amma bunlar illərdir davam edir. Neçə ildir bu şəkildədir? 3 ildir mən demək olar ki, tam diyetaya oturmuşam Şəfa xanım. Diyetoloqsuz Sahib müəllim özünün diyetası. Sizdən o diyetanı alaq da. Niyə? Mən sizdən də mariflənirəm. Sizin kimi çox hörmətli diyetoloqlarımızdan, həkimlərimizdən təbii ki, verilişlərə baxıram. Bəli, sizə də təşəkkür edirəm ki, insanlara bu aşılayırsınız bu şəfalı həyatı. Ümumiyyətlə, insan sağlam olmalıdır, düzgün qidalanmalıdır, hər şey gözəl görməlidir. Yəni, bir-birinə hörmətdə, etiramda, sevgidə, sayğıda olanda hər şey gözəl olur. Yediyin də o necə bir lor misal verir, canına sinir. Bəli, bəli. Belə. O sağlam bədəndə sağlam ruh olur. Bəli. İnsan özünün həkimi olmalıdır. Bəli. İnsan öz orqanizmasını tanımalıdır. Mən öz orqanizmamı tanıyıram, bilirəm. Nə çox olur, nə az olur, həmən hiss eləyirəm. Çox sağ olun Sahibəm, təşəkkür edirəm. Nərmən xanım, mən istəyərdim, verilişimizin sonuna keçirik və istəyirəm bu sağlam və təbii qidaları. Çünki siz məhz o istehsalatçılarla işləyirsiniz, siz o şirkətdə çalışırsınız və biz də mütəmadi o qidalardan istifadə edirik. Hər insanın süfrəsində səhər tezdən ağartı var, hər insanın süfrəsində mütləq, məsələn, hər hansı bir məclis varsa ağartı var. Hətta bundan öncə gördünüz ki, belə bir desert elədik. Mən istəyirəm siz bu öz fikrinizi deyəsiniz. Təşəkkür edirəm. Mən də Sahib müəllimin fikirlərinə qoşuluram əlbəttə ki, hər bir insan özünün həkimi olmalıdır. Amma eyni zamanda da hər bir sağlıqlı qidanı seçməyi, tapmağı bacarmalıdır. Necə ki, bizim qida mütəxəssisimiz bildirdiyi kimi, təbii məhsullardan qidalanmaq lazımdır və bunların da hər birinin məhsulların üzərinə, qablaşdırmanın üzərinə qeydiyyatlar aparılır. Biz necə ki, fermadan alınan təbii südləri analiz eləyirik, müxtəlif analizlərdən keçdikdən sonra ən keyfiyyətli südlərdən bizim məhsullar istehsal olunur və bunu hər bir məhsulun üzərinə qeyd edirik. Mütləq bütün müştərilərimizə bu texniki sənədləri bildiririk ki, həqiqətən içərisində 100% təbii inək südlərindən istifadə olunub, camış qatımızın içərisində təbii camış südündən istifadə olunur, laktozasız süd tam olaraq təbii süddür, hətta qablaşdırmadakı südlərimizi inanırsınız, hələ də insanlar soruşurlar bəziləri ki,
onun içərisindəki süd tozudurmu, yoxsa təbii süddürmü? Bəli, bax o Belə çox bir maraqlıdır. araşdırmalar düzdür, internetdə artıq minlərlə məlumatlar var bu haqqda, amma yenə də inanmayan, güvənməyən insanlar var ki, onlara bildirmək istəyirik ki, həqiqətən də bu qablaşdırmadakı südlərimiz 100% təbii inək südüdür. Fermadan gələn təbii inək südlərimiz analizlərdən keçir və bütün analizlərdən keçən ancaq yüksək keyfiyyətli südlər qablaşdırılır. Hər birinin seçiminə görə 3.2 yağlı südümüz var, 0.3 yağlı südümüz var, dietik istifadə edən kofelər üçün məsələn 1.5 daha çox yağlı südümüz istifadə olunur və laktozasız südümüz var və ona görə də insanlar sağlıqlı həyat üçün əlbəttə ki, sağlıqlı qida seçmək lazımdır. Biz də sizinlə bərabər çalışırıq ki, istehlakçılarımıza sağlıqlı qidanı təşviq edək ki, onlar da həmən sağlıqlı qidalardan istifadə etsinlər və sağlıq deyəndə də əlbəttə ki, ilk ağla süd məhsulları gəlir. Bəli. Gözümüzü açan gündən süd içirik. Bəli. Və bizə yaşlıqda da süd lazımdır, orta çağda da, yəni hər bir zaman sümüklərimizin inkişafını dırnaq, xanım deyir, məsələn, kosmetik vasitələrdə əlbəttə ki, istifadə olunur. Ona görə süd məhsullarının rolu, siz bilirsiniz, onsuz da həyatımızda çox böyükdür. Bizim məhsulların bəzi insanlar var ki, məsələn, mənim öz evlatlarım görsə sıxılırlar. Təkcə süd içmək istəməyən insanlar var. Onlar da məsələn müxtəlif süd məhsulları çeşidindən istifadə edə bilərlər. Çox minnətdaram ki, insanlarımızı sağlıqlı qidaya təşviq edirsiniz. Həqiqətən də insanlara yön vermək özü böyük bir yəni işdir. Ona görə də biz daima sizin yanınızdayıq. Biz də sizinlə bir yerdə bu yolu addımlayacağıq. Təşəkkür edirəm Nərminə xanım. Yeri gəlmişkən Gülnar xanım, son söz də sizindir. Sizə də təşəkkür edirəm. Bugün gəldiniz. Elə mənim də bugünkü saç düzümə görə bir daha sizə təşəkkür etmək istəyirəm. Xanımlarımıza, bəylərimizə bir saç baxımı mütəxəssis kimi nə deyərdiniz? Əlbəttə ki, birinci növbədə düzgün qidalanma, sağlam qidalanmaq və digər prosesləri biz özümüz salon şəraitində mərkəzimizdə edirik. Yəni bir xanımın sağlam görünməsi üçün, sağlam saçlara sahib olması üçün. Çox sağ olun Gülnar xanım, təşəkkür edirəm. Sahib müəllim, siz də yeri gəlmişkən sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Var olasınız, çox sağ olun. Bugün gəldiniz, bizi ilə bərabər oldunuz. İstəyər faydalı məsləhətlərinizlə, istəyər onu o sağlam həyatı təbliğ etməklə və gözəl ifalar, o deyirəm, şirin ifalarımızla bugün şəfalı həyatlar. Çox sağ olun, təşəkkür edirəm. Sizə də bax bu insanlara ki, bu aşılayırsınız bu şəfalı həyatı. Hər kəsə mən sağlam bir həyat arzu edirəm. Sağlam qidalanaq, sağlam düşünək. Bu çətin və şərəfli yolda da sizə uğurlar arzu edirəm. Sağ olun, var olun. Nərminə xanıma, bu xanım əfəndiyə, hər bir kəsə təşəkkürümü bildirəm. Dəvətiniz üçün çox sağ olun. Çox sağ olun, çox şad təşəkkür oldum. edirəm, var olasınız. Çox sağ olun. Bugün studiyamızda belə gözəl, komfortlu, rahat oturduq. Qonaqlarımızla gözəl söhbətlərimizi etdiyimə görə Nur Mobilya, başda da Rəşad bəyə dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə Sahib müəllimin ifasından təəssüflər olsun ki, verilişimiz sona çatdı.
çəkildin Qanı qaynatçadım ey yüzü göyçək Qəlbimə su kimi axdın çəkildin Göründü bir an umudur vəfam Sevgili cana baxdın çəkildin Canımı da yaxdın çəkildin Ay qız sən mənə baxdın çəkildin Eşqin göyündən mənim ürəyimdən Əvvəldə gərək ay sevgili ay Yarım sən olaydın əvvəlam Sevməyəm çənəniyəm Albəhar yarım sən olaydın Görürəm Eşqin göyündən, mənim ürəyimdən Bir şimşək kimi çaxdın, çəkildin Pəncərənlərə baxdın, çəkildin Canımı oda yaxdın, çəkildin Göründü bir an Ay bu budur vəfam Sevgili cana baxdın, çəkildin Canımı odan yaxdın, çəkildin Ay qız sən mənə baxdın, çəkildin Azərsüd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.